Təkcə bir ayıbı var: həddi aşmaq. Bütün pis şeylər, zülm, zorakılıq, ədalətsizliklər məhz hədd aşmaqdan türüyür. Zülm deyərkən də sadəcə kimisə vurub şapatlamaq, döymək kimi fiziki şiddət anlaşılmamalıdır. Bu zülmün ən pik həddidir. Bir də var batini, görünməyən zülm. Məsələn, acı zibili yerə atmaq da bir zülmdür. Çünki bu zaman sən öz zibilinə sahib çıxmırsan və bunu kiminsə əziyyət çəkib götürməsinə səbəb olursan. Və yaxud da şəxsi həyata müdaxilə də bir zülmdür. Sən əgər kimisə xoşlanmadığı suallar verirsənsə, kimisə şəxsi seçimlərini mühakimə edirsənsə, bu da bir zülmdür. Bu nə dini cəhətdən, nə də hüquqi cəhətdən qəbul edilən bir şey deyil. Bu arada şəxsi həyatla ictimai məsələləri də qarışdırmamaq lazımdır. Məsələn, kimsə rüşvət alır, saxtakarlıq eləyirsə, bu onun şəxsi işi deyil. Bu artıq ictimai problemdir, hamının məsələsidir və bu məsələlər tənqid edilməlidir. Rüşvətxor, saxtakar insanlar yerin dibinə soxulmalıdır. Amma görünüşdür, geyim, keçimdir, bunlar şəxsi məsələlərdir. Bir başqasına ziyan vurmadığı halda bu məsələlər müzakirə edilməməlidir. Hər şeydə ciddi bir məntiq, meyar olmalıdır. İnsanın ehtiyacları idarə edir. İnsan nəyə ehtiyac duyursa, nəyə maraq salırsa, şəxsiyyətdə bir o qədər dəyərli olur. Şəxsən mən kimisə şəxsi həyatına maraq salmağı özümə, ləyaqətimə sığışdırmıram. Ləyaqət layiq sözünün cəmidir. Yəni, özünə nəyə layiq bilirsən. Əgər sən kiminsə sadəcə şəxsiyyətlə burun soxmağı özünə layiq bilirsənsə, bu sənin xarakterinin sadəcə məişət həzmində aşağı, yəni ən aşağı heyvani səviyyədə olduğunun bir göstəricisidir. Ciddi cəmiyyətdən qırmızı xətt, onun seçki qutusu, haqsızlıq, ədalətsizlik məsələlərdir. Sən əgər il ərzində bircə dəfə də olsa öz ailənlə birlikdə normal şəkildə istirahət edə bilmirsənsə, kommunal dönüşü söyə-söyə ödəyirsənsə və bunlara etiraz edə bilmədiyin halda şəxsi həyata burun soxursansa, sən sadəcə və sadəcə ləyaqətsiz varlıqsan. Yeri gəlmişkən zülmün meyarını da müəyyənləşdirək. Əgər bir adamın davranışı başqasına ziyan vurursa, bu zülmdür, zorakılıqdır. Yox, bir adamın seçimləri, davranışı başqasına ziyan vurmursa, bu zaman o müzakirə edilməməlidir. İndi gəlin tərəziyə qoyaq. Kimisə geyimi, məsələn, şortikdə olmasa və yaxud da görünüşü, saçı, saqqalı bir başqasına ziyan vurur, onun çörəyini əlindən alırmı? Yoxsa ki, rüşvətxorluq, saxtakarlıq, vəzifə sahiblərinin xalqla hesablaşmaması, keyfi istədiyi kimi davranması hansı daha ziyanlıdır və hansı daha çox müzakirə edilməlidir? Və özümüzdən bir daha soruşmalıyıq. Bunlardan hansı ayıbdır? Biz ayıb nəyə deyirik? Bunu da qeyd edeyim ki, şəxsi həyata müdaxilə İslam dini cəhətdən belə qəbul edilən deyil. İslam zülmü, zorakılığı pisləyir. Sən ayrıca xırda bir sözlə belə kiməsə zülm edirsənsə, bu zaman İslamın prinsiplərini çeynəyirsən. Yəni, bunlar əksəri adını müsəlman qoyub və həm də zülm edir. İslam həm də həddi aşan zülm eləyənə üsyanı buyurur. Özü də o zülm eləyənin yaşı, başı, vəzifəsinin nə olmasından asılı olmayaraq. İslamda üstünlük ancaq təqvaya, doğru, dürüst, düzgün davranışa görədir. Odur ki, xüsusən yeni nəslə, gənclərə tövsiyəm budur ki, sizə qarşı həddi aşan, şəxsiyyətinizə burun soxan kim varsa, ona həddini bildirin, bacardığınız qədər onu əzib keçin.